7-ci fəsil. O gecə nədənsə teatr ağzınacan adamla dolu idi. Onları qapıda gömbul yəhudi direktor qarşıladı. Qoca şit-şit gülür, hırıldayır, qonaqlara yaltaqcasına təzim edirdi. O təntənəli surətdə Daryanı və dostlarını lojada yerləşdirdi. Yoğun barmaqlarında daşqaşlı üzüklə parıldayan yəhudi qol hərəkətləri ilə qonaqlara nəyisə başa salmağa çalışır, səsini qaldırırdı ki, ətrafdakıların diqqətini cəlb eləsin. Dorian Gray qocaya daha çox nifrət bəsləməyə başlamışdı. Ona elə gəldi ki, qoca Miranda üçün gəlib, lakin Calibanla rastlaşıb. Lakin bu qoca yəhudi Lord Henry'nin deyəsən xoşuna gəlmişdi. Hər halda Lord Henry bunu dilinə gətirdi və istədi qocanın əlini sıxsın. O, qoca ilə tanışlığına şad olduğunu bildirdi və qeyd etdi ki, o, dahi bir sənətkara, şairə, sevgi ucbatından məğlub olan və həqiqi istedadları üzə çıxaran bir adamla qürur duyur. Hallvard parterdə oturan tamaşaçıları seyr edirdi. İçəridə boğucu, kəsif bir bürkü vardı. İri çılçırağın işıqları nəhəng günəşin sarı şəfəqlərini xatırladırdı. Qalyorkadakı cavan oğlan və qızlar paltolarını çıxarıb bariyerin üstünə qoymuşdular. Onlar bir-biri ilə zal boyu danışır, yanlarında oturan zövqsüz geyinmiş gənc qızlara portağal təklif edir, ucadan gülürdülər. Parterdə oturan bəzi qadınlar isə lap qaqqıldaşırdılar. Onların cingiltili səsləri adamın qulağını deşirdi. Bufetdən butulka qapaqlarının taqqıltıları gəlirdi. Lord Henry dedi, məhz belə bir yerdə siz öz ilahənizi tapdınız, hə? Bəli, Dorian Gray cavab verdi. Mən onu burada tapdım. Və o, ölümə məhkum adi adamlar arasında ilahədir. O oynayanda siz hər şeyi unudursunuz. Baxın, bu adi kobud adamlar, vulqar manyeralı və eybəcər sifətli insanlar o qız səhnədə görünəndən sonra tamam dəyişirlər. Onlar oturub nəfəslərini belə çəkmirlər. Baxırlar, onlar gah ağlayır, gah gülürlər. Yalnız o qızın oynadığı rolun sayəsində. Sibil onların bütün hisslərini səhnədən idarə edir. Qız sanki skripka kimidir, onlara ruh verir, ilham verir. Bax, o zaman mən hiss edirəm ki, bu adamlar da mənim qanımdandır. Biz hamımız eyni ətdən və qandan ibarətik. Eyni ətdən və qandan? Yox. Bu ola bilməz, Lord Henry etiraz etdi və binoklla Qalyorkada duran adamlara tərəf baxmağa başladı. Dorian, ona fikir vermə, rəssam dedi. Nə demək istədiyini mən başa düşdüm və mən o qıza da inanıram. Sənin sevdiyin hər kəs təbii ki, gözəl olmalıdır. Və əlbəttə, adamlara təsir göstərən qızın ürəyi də gözəl və nəcib olur. Gənc nəsli nəcibləşdirmək özü də az iş deyil. Əgər sizin sevdiyiniz qız tamaşaçıların qəlbini riqqətə gətirə bilirsə, əgər o qız ürəklərdə çirkab və yaramazlıq gəzdirən adamları xeyirxah hisslərə sövq edirsə, əgər onları xudbinlikdən və egoizmdən uzaq olmağa və özgənin kədərinə məlhəm olmağa səsləyirsə, o qız sizin məhəbbətinizə layiqdir. Dünya onun qarşısında səcdə qılmalıdır. Onunla evlənməyə dəyər. Sözün düzü əvvəlcə belə fikirləşmirdim. Amma indi mən bu izdivacı məqbul sayıram. Sibyl Vane'i sizin üçün Allahlar yaradıb. Həyat onsuz sizə yarımçıq görünər. Təşəkkür edirəm, Basil. Dorian Gray dostunun əlini sıxaraq dilləndi. Bilirdim ki, məni başa düşəcəksiniz. Harry o qədər yaramazdır ki, məni qorxudur. Hə, bu da orkestr. Bu orkestr tamam cındır bir şeydir, amma cəmi 5 dəqiqə çalır. Sonra pərdə açılır və siz həyatımı belə qurban verməyə hazır olduğum o qızı görəcəksiniz. 15 dəqiqədən sonra qız yorultulu alqışlar altında səhnəyə çıxdı. O, doğrudan da gözəl idi. Sevimli bir məxluq idi. Hətta Lord Henry də belə düşündü. Qızın utancaq çöhrəsi və ürkək baxışları sanki südəmər ceyranı xatırladırdı. Qız ağzına qədər dolmuş həyəcanlı tamaşaçı auditoriyasını görəndə
yanaqları yüngülcə allandı. O sanki gümüş güzgüdə əks olunan qızılgül kölgəsi idi. Sibil bir neçə addım geri çəkildi. Dodaqları əsməyə başladı. Basil Howard ayağa qalxıb əl çalmağa başladı. Dorian Gray elə bir yuxuya getmişdi. Hərəkətsiz oturmuş, gözlərini qıza zilləmişdi. Lord Henry isə binoklu gözlərini tutub, elə hey təkrar edirdi. Əla, çox gözəl. Tamaşada Capuletti'nin evi göstərilirdi. Romeo rahib paltarında içəri girir. Onunla birlikdə Mercutio və bir neçə dostu da evə daxil olurlar. Orkestr yenə çaldı. Musiqi sədaları ətrafa yayıldı və rəqs başladı. Yöndəmsiz və nimdaş geyinmiş aktyorlar arasında Sibyl Vane elə bir ayrı aləmdən, uca göylərdən düşmüş bir varlıq kimi görünürdü. Qız rəqs edərkən onun bütün bədəni yellənirdi, sanki suyun üzündə gül yırğalanırdı. Sinəsi ağappaq qar kimi zambağı xatırladır, əlləri isə elə bil fil sümüyündən yonulmuşdu. Lakin qəribə burası idi ki, qız elə bil özünü səhnədə hiss eləmirdi. O Romeonu görəndə onun üzündə heç bir ifadə, yaxud sevinç hissi duyulmadı. Elə yalnız Julieta'nın bu sözlərini dilə gətirdi. Mərhəmətli rahib, sən öz əllərinə qarşı çox sərtsən. Orada yalnız möminlik əməlləri var. Bu dünyada daha müqəddəs əllər var. Sən onlara toxuna bilərsən. Qısa dialoq zamanı bu sözlərin ardınca gələn replikalar adama saxta görünürdü. Səs çox gözəl idi. Lakin intonasiya tamam uyğun gəlmirdi. Bu düzgün olmayan ton şeiri sanki öldürdü. İfadə olunan hisslər qeyri-səmimi təsir bağışladı. Dorian Gray tamaşaya baxdıqca rəngi ağarırdı. O sarsılmışdı və həyəcanı getdikcə artırdı. Nə Lord Henry, nə də Basil ona bir söz demək istəmirdi. Sibyl Vane onlara tamamilə istedadsız aktrisa kimi göründü. Onlar tamam məyus olmuşdular. Julieta'nı oynayan hər bir aktrisa üçün əsl məhək daşı ikinci hissədəki balkonda olan səhnədir. Onlar bunu dərk edərək ikinci hissəni gözlədilər. Əgər Sibyl bu səhnəni də oynaya bilməsə, deməli onun heç bir istedadı filanı yoxdur. Qız ay işığında balkonda görünəndə çox füsunkar idi. Bunu inkar eləmək olmazdı. Lakin qızın oyunu çox pis təsir bağışladı. Hətta səhnədə tamaşa davam etdikcə qızın ifaçılıq məharəti daha da zəifləyirdi. Onun səhnə hərəkətləri qeyri-təbii alınırdı. Sözləri həddən artıq pafosla ifadə edirdi. Gözəl bir monoloq vardı tamaşada. Mənim üzüm gecənin zülməti altında gizlənib. Lakin o hələ də xəcalətdən alışıb yanır. Çünki bu gecə sən mənə qulaq asmısan. Bu sözləri Sibyl elə tərzdə deyirdi ki, elə bir şagirddir. Mətni təzə-təzə öyrənir və özü də ikinci dərəcəli bir müəllim yanında dərs keçib. Balkondan əyilən zaman Sibyl aşağıdakı misraları söylədi. Yox, yox, sən mənim sevincim olsan belə and içmə. Gecəki sövdəmizdən sevinmədim mən. Bu addım tələsik bir iş oldu. Mənim üçün qəfildən. Elə bir səmada ildırım çaxdı. Çaxıb getdi, yox oldu. Ah, mənim sevgilim, gecən xeyrə əzizim. Qoy bu isti yay nəfəsi sevgimizin qönçəsini oxşasın. O gül açanda biz də yenidən görüşərik. Qız bu misraları elə mexaniki deyirdi ki, sanki onların mənasını bilmirdi. Ona çatmırdı. Bu həyəcan, gərginlik əlaməti deyildi. Əksinə, Sibyl tamamilə özünü ələ almışdı. Bu sadəcə çox pis bir ifa idi. Görünür aktrisa istedadsızdır. Hətta arxa cərgələrdə oturan kütlə tamaşaya marağını itirdi. Hamı səs salmağa, ucadan danışmağa başladı. Fit çalanlar da oldu. Balkonun skamyalarına söykənən Yəhudi menecer ayaqlarını yerə döyür, donquldanır və söyüş söyürdü. Bütün bunlara yalnız Sibyl Vane'in özü səhnədə laqeydlik göstərirdi.
İkinci hissə bitəndən sonra zalda səs-küy başladı və Lord Henry ayağa durub paltosunu geyinərək dedi: "Qız çox gözəl qızdır, Dorian, amma aktrisa kimi oynaya bilmir. Gəlin gedək." "Yox, mən axıradək oturacağam." Dorian kəskin və sərt hərəkətlə etiraz etdi. "Təəssüf edirəm ki, mənə görə bu axşamı itirdiniz. Hər ikinizdən üzr istəyirəm." "Əzizim, görünür Miss Wayne bu gün xəstədir." Hallvard onun sözünü kəsdi. "Biz başqa vaxt gələrik." "Mən də istərdim belə düşünəm," Dorian dedi. "Amma görürəm ki, o sadəcə soyuqluq və laqeydlik göstərir. O tamam dəyişib. Dünən o böyük aktrisa idi. Bugün isə yalnız ən orta səviyyəli bir ifaçı oldu." "Sevdiyiniz qadın barədə belə danışmayın, Dorian. Sevgi sənətdən ucada durur." "Sevgidə, sənətdə, ikisi də yalnız təqlid formasıdır," Lord Henry dedi. "Gəl Bazil, gedək." "Dorian, sizə də məsləhət görürəm ki, burada qalmayasınız. Pis oyuna baxmaq ürəyə ziyandır. Və bir də axı siz çətin razı olasınız ki, arvadınız aktrisa olsun. Buna görə də sizin üçün nə fərqi var? O Julietanı necə oynayır? Qız çox sevimlidir. Əgər o, həyatı da teatr sənəti kimi belə az qanırsa, deməli, onunla yaxınlıq sizə daha çox məmnunluq gətirəcək. Əsl həqiqətdə isə iki cür insan var ki, onlar maraqlı adamlar hesab olunurlar. Həyat haqqında hər şeyi bilənlər və həyat haqqında heç nə bilməyənlər. Allah xatirinə mənim əzizim, bunu faciənə qarşılama. Cavan qalmağın sirri bundadır ki, həyəcandan qaçasan, nigarançılıqdan uzaqlaşasan. Onlar adamı dəli edir. Gəlin bizimlə gedək kluba. Biz Sibyl Vayne'in sağlığını içərik, papiros çəkərik. Qız mələkdir, sizə bundan artıq nə lazımdır ki? Harry, çıxın gedin, Dorian çımxırdı. Mən yalqız qalmaq istəyirəm. Bazil, siz də gedə bilərsiniz. Görmürsüz, ürəyim partlayır. Oğlanın yanaqlarından isti göz yaşları axdı. Dodaqları titrədi. Lojanın arxasına çəkilərək divara söykəndi və əlləri ilə üzünü örtdü. Gedək, Bazil. Lord Henry Bazil üçün gözlənilməz olan qəribə mülayimliklə müraciət etdi. Hər ikisi lojanı tərk etdi. Bir neçə dəqiqədən sonra səhnənin işıqları yandı, pərdə açıldı və üçüncü hissə başladı. Dorian Gray lojadakı yerinə qayıtdı. Onun rəngi ağarmışdı. O təkəbbürlü və laqeyd görünürdü. Tamaşa davam edirdi. Adama elə gəlirdi ki, bunun sonu olmayacaq. Zal demək olar yarıyadək boşalmışdı. Salonu ağır çəkmə tappıltıları və gülüş səsləri bürümüşdü. Bu, əməlli başlı uğursuzluq əlaməti idi. Aktyorlar sonuncu hissəni demək olar boşalmış auditoriya üçün oynayırdılar. Nəhayət, pərdə istehzalı gülüşlər və uğultular altında bağlandı. Tamaşa qurtaran kimi Dorian Gray səhnənin arxasına yüyürdü. Sibyl öz qrim otağında tək qalmışdı. Onun siması təntənəli görünürdü. Gözləri parıldayır, qız sanki günəş kimi işıq saçırdı. Yaraçıq qönçə dodaqlarına yalnız onun özünə məlum olan sirli təbəssüm qonmuşdu. Dorian Gray içəri girəndə qız böyük sevinclə ona baxdı və ucadan qışqırdı. Dorian, mən bu axşam çox pis oynadım. Elədir, çox pis oynadınız, Dorian təsdiq etdi və qıza anlaşılmaz təəccüblə baxdı. Dəhşət idi, çox pis idi. Siz xəstəzad deyirsiniz ki, heç bilirsiniz bu necə dəhşətli bir oyun idi? Mən çox istirab çəkdim. Xəcalət təri tökdüm. Qız güldü. Dorian, o oğlanın adını ahəngli bir səslə uzadaraq, elə bil balodurdu, cavab verdi. Dorian, siz anlamalıydınız. İndi yəqin ki, başa düşdünüz, eləmi? Nəyi başa düşdüm axı? Dorian hisslə soruşdu. Mənim bugünkü pis oyunumu və mən nə üçün bundan sonra həmişə pis oynayacağam?
Mən heç vaxt əvvəlki kimi yaxşı oynamayacağam. Oğlan çiyinlərini təəccüblə çəkdi. Məncə siz xəstələnibsiniz. Əgər özünüzü nasaz hiss edirsinizsə, gərək oynamayaydınız. Axı özünüzü gülməli vəziyyətə salırsınız. Mənim dostlarım bu oyundan çox darıxdılar. Elə mən özüm də dilxor oldum. Sibyl elə bil ona qulaq asmırdı. Qız sonsuz nəşə içində idi. Onun bütün vücudunu bəxtəvər bir fərəh bürümüşdü. Qız heyrət içində ucadan dedi. Darian, mən sizi tanımamışdan qabaq səhnə ilə nəfəs alırdım. Səhnə mənim həyatım idi. Mənə elə gəlirdi ki, teatr mənim əsl həyatımdır. Bir gün Rosalinda olurdum, bir gün Porsi olurdum. Beatrice'nin sevinci mənim sevincim idi, Cordelia'nın kədəri mənimki olurdu. Mən hər şeyə və hər şeyə inanırdım. Mənimlə birgə səhnədə oynayan sadə aktyorlara mən Allah kimi baxırdım. Rəngarəng səhnələr mənim dünyam idi. Mən kölgələrdən savayı heç nə görmürdüm və onları da real həyat kimi qəbul edirdim. Amma sən gələndən sonra, mənim məhəbbətim, mənim füsunkar sevgim, sən mənim qəlbimi məhbəsdən azad etdin. Sən mənə əsl həyatın nə demək olduğunu anlattın və bu axşam həyatımda ilk dəfə olaraq mənim gözlərim açıldı. Mən səhnədə məni əhatə edən zahiri parıltını, saxtalığı, mənasızlığı və cəfəngiyatı görüb duydum. Bu axşam ilk dəfə olaraq anladım ki, Romeo qocadır, yaramazdır, qrimlənib və bağçadakı o ay işığı da həqiqi ay işığı deyil. Bağça özü də yalançı bağçadır. Sadəcə miskin bir dekordur. Və o sözlər ki, mən ifa edirdim, mənə qeyri-təbii göründü. Onlar mənim həqiqi sözlərim deyildi. Qəlbimdən gələn səslər də deyildi. Mən yalnız sənə görə anladım ki, həyatda sənətdən də ali bir şey varmış. Mən əsl sevginin nə olduğunu anladım. Sənət sevginin yalnız soyuğun əksi imiş. Mənim sevincim, mənim gözəl şahzadəm. Mən kölgələr arasında yaşamaqdan yorulmuşam. Sən mənə dünyanın bütün sənətlərindən daha qiymətlisən. O səhnədə məni əhatə edən marionetkalar nəyimə lazımdır, hə? Bugün teatra gələndə heç özüm də başa düşə bilmədim ki, mənə nə olub. Niyə hər şey gözümə yad göründü? Düşünürdüm ki, bugün əla oynayacağam. Lakin birdən anladım ki, məndə heç nə alınmır. Qəflətən başa düşdüm ki, qeyri-təbii ola bilmirəm. Buna görə ürəyimdə sevindim. Çox sevindim. Mən zalda səs-küy eşidirdim, buna yalnız gülürdüm. Axı orada oturan adamlar bizim sevgimiz barədə nə bilirlər? Darian, məni buradan apar. Gəl o yerə gedək ki, orada heç kəs olmasın, bizdən başqa. Mən indi teatra nifrət edirəm. Mən səhnədə yaşamadığım, duymadığım sevgi, məhəbbət səhnəsini oynaya bilərdim. Lakin indi bunu edə bilmirəm. Çünki real həyatda əsl sevgi atəşində yanıram. Darian, sən məni başa düşürsənmi? Axı indi mənim sevən bir qadın rolunda oynamağım təhrif olardı. Sayğısızlıq kimi qəbul olunardı. Bax, mən bunu məhz sənə görə anladım. Dorian özünü divanın üstünə atdı və üzünü yana çevirdi. Siz mənim sevgimi öldürdünüz, pıçıldadı. Qız heyrət içində güldü. Oğlan sustu. Qız ona yaxınlaşdı. Körpə barmaqlarını oğlanın saçlarına toxundurdu. Sonra diz çöküb dodaqlarını oğlanın əllərinə toxundurdu. Oğlan əllərini çəkdi və birdən canında gizilti duydu. Sonra divandan qalxıb qapıya sarı yeridi. Bəli, Darian çımxırdı. Siz mənim məhəbbətimi öldürdünüz. Bundan əvvəl siz mənim xəyallarımı qanadlandırırdınız. İndi siz məndə heç bir maraq belə oyatmırsınız. Mən sizə laqeydəm. Mən sizi sevirdim. Çünki siz çox gözəl oynayırdınız. Sizin istedadınız vardı. Mən sizdə böyük bir aktyor sənətkarlığı görürdüm.
Siz böyük şairlərin arzularını həyata keçirirdiniz. Sənətin kölgə və ilğımlarına canlı forma və məzmun verirdiniz. İndi isə bütün bunlar bitdi. Siz indi mənim üçün mənasız və dayaz bir qadın kimisiniz. Aman Allah, mən necə də axmaq olmuşam. Sizə olan sevgim necə də sərsəmlik imiş. İndi siz mənim üçün heç kimsiniz. Heç kim. Sizi bir daha görmək belə istəmirəm. Sizi heç xatırlamayacağam da. Adınızı belə dilimə gətirməyəcəyəm. Siz heç təsəvvürünüzə belə gətirmirsiniz ki. Mənim üçün nə deməkdiniz? İlahi, mən sizə necə iftixarla baxırdım. Aman Allah. Yox, mən bu barədə düşünmək belə istəmirəm. Kaş heç sizi görməyəydim. Siz mənim bütün gözəl duyğularımı məhv elədiniz. Siz sevgi barədə nə bilirsiniz axı? Heç nə. Əgər sevginin aktyorluq sənətinizi öldürdüyünü deyirsinizsə, onda əsl sevgi haqqında heç nə bilmirsiniz, heç nə. Sənətsiz siz heç kimsiniz. Heç kim. Mən sizi böyük aktrisa, gözəl sənətkar, məşhur etmək istəyirdim. Bütün dünya sizə qibtə edəcəkdi, sizə baş əyəcəkdi və siz mənim soyadımı daşıyacaqdınız. Bəs indi kimsiniz? Zahiri gözəlliyi olan 3-cü dərəcəli bir aktrisa və salam. Sibilin rəngi ağarmışdı. Qız əsirdi. O, əllərini bir-birinə sıxıb güclə danışırdı. Sözlər onun boğazında ilişib qalmışdı. Kəkələyirdi. Dorian, siz zarafat edirsiniz, eləmi? Siz mənimlə oynayırsınız. Oynayıram? Mən oynamağı sizin öhdənizə buraxıram. Siz bunu daha yaxşı bacarırsınız. Oğlan acı-acı etiraz elədi. Qız ayağa qalxdı. Sanki qəlbinə iri bir daş bağladılar. Üzünə ağrılı kədər qondu və o əlini Dorianın çiyninə qoyub onun gözlərinin içinə baxdı. Oğlan qızı itələdi və bağırdı. Mənə toxunmayın. Qız astadan inildədi və özünü ləçəkləri yolunmuş gül kimi oğlanın ayaqları altına atdı. Pıçıltı ilə yalvarmağa başladı. Dorian, nə olar, məni atmayın. Çox üzr istəyirəm bugünkü oyunuma görə. Mən yalnız sizin barənizdə düşünürdüm. Amma mən bundan sonra yaxşı oynamağa çalışacağam. Sevgi qəflətən qapımı döydü. Mən yenə çalışaram. Əlbəttə, yəqin ki, siz məni öpməsəydiniz, mən heç sevginin nə olduğunu da bilməzdim. Əzizim, məni bir də öpün. Getməyin, mən buna dözə bilmərəm. Aman Allah, məni tərk etməyin. Mənim qardaşım, o bu barədə heç düşünmür də. O zarafat edirdi. Doğrudanmı siz məni bağışlaya bilmirsiniz? Mən söz verirəm ki, bundan sonra daha çox məşq edib yaxşı oynayacağam. Mənə bu qədər amansız olmayın. Mən sizi dünyam qədər sevirəm. Axı mən sadəcə bir dəfə sizi qane etmədim, bircə dəfə. Əlbəttə, siz düz deyirsiniz, Dorian. Mən gərək unutmayaydım ki, aktrisayam. Bu axmaqlıq idi, lakin mən özümlə bacara bilmədim. Məni tərk eləməyin. Dorian, getməyin. Qız göz yaşları içində döşəməyə sərildi. Elə bil yaralanmış quş idi, yerə düşmüşdü. Dorian Gray isə gözəl gözlərini qıza dikmişdi. Təkəbbürlü istehza ilə dodaqlarını tərpədirdi. Adətən sevilən, sonra da atılan adamların istirabları hansısa gülünc bir şey təsiri bağışlayır. Və Sibyl Vane'in hərəkəti də Doriana mənasız, melodramatik bir davranış kimi göründü və qızın göz yaşları və hönkürtüsü onu daha da qıcıqlandırırdı. Yaxşı, mən gedirəm. Nəhayət oğlan sakitcə və uca səslə dilləndi. Daş ürəkli adam olmaq istəməzdim. Lakin mən sizinlə bir daha görüşə bilmərəm. Siz məni peşman etdiniz. Qız səssizcə göz yaşı tökür, susurdu. O, sürünərək oğlana bir qədər də yaxınlaşdı. Onun balaca əlləri kör kimi irəli uzanıb sanki oğlanı axtarırdı. Lakin Dorian üzünü çevirib otaqdan çıxdı.
Birazdan oğlan artıq teatr binasından aralanmışdı. Dorian hara getdiyini dəqiq bilmirdi. Sonralar dumanlı şəkildə yadına düşəcəkdi ki, o, teatrdan çıxıb, yarımqaranlıq küçələrlə miskin görkəmdə olan evlərin yanından ötmüş, zülmət qaranlığın qoynuna aldığı hündür alaqapılardan keçib getmişdi. Yüngül əxlaqlı qadınlar boğuq səslə, sərt gülüşlərlə onu arxadan çağırmışdı. Yanından səndirləyə-səndirləyə yekə meymunlara bənzəyən sərxoşlar söyüş-söyə-söyə ya da donquldana-donquldana ötüb keçmişdilər. Dorian evlərin kəndarında boynunu bükən donuq baxışlı səfir uşaqları görmüş, qaranlıq həyətlərdən gələn cingiltili qışqırıq və söyüşlər eşitmişdi. Dan yeri söküləndə o, Covent Garden'a çatmışdı. Hava açılmaq üzrə idi. Sanki yerin başının üstünü ağarmış alovlu göy üzü almışdı. Səma mirvari dənəsi kimi parıldayırdı. Kimsəsiz küçələrdə yavaş-yavaş zambaqlarla dolu olan yük arabaları görünürdü. Hava güllərin ağır ətrinə bürünmüşdü və bu güllərin gözəlliyi onun qəlbinin ağrısını bir qədər azaldırdı. Dorian bazara girdi. Yük arabalarını boşaldan adamlara tamaşa etdi. Yük daşıyanlardan biri ona albalı verdi. Dorian təşəkkür etdi və sonra təəccüb içində özünə sual verdi ki, görəsən nə üçün yediyi albalıya görə yük daşıyan ondan pul almadı? Albalılar gecənin yarısı dərilmişdi və hələ də aylı gecənin sərinliyi onların üstündə hopub qalmışdı. Dorianın yanından əllərində zolaqlı zambaq, sarı və qırmızı qızılgül səbətləri tutmuş oğlanlar qalaq-qalaq yığılmış zərif tərəvəz topaları arasından dəstə-dəstə ötüb keçirdilər. Binalara yapışıq sütunlu eyvanların altında üstü başı tökülmüş, sir-sifətləri günəşdən yanmış və başı qırxılmış qız uşaqları veyillənirdilər. Onlardan bir qrupu isə meydandakı kafenin qapısı önündə durub boynunu bükmüşdü. Ağır yük atları sürüşür, ayaqlarını yerə döyəcləyir, bellərindəki yəhərlərini və yüklərini cingildədirdilər. Yük daşıyanlardan bəzisi başını kisə topalarının üstünə qoyub mürgü vururdu. Sinəsi rəngli, çəhrayı ayaqlı göyərçinlər ətrafda dolanır, yerə düşmüş taxıl dənələrini dimdikləyirdilər. Nəhayət, Dorian arabaçılardan birini çağırdı və evə yollandı. Birazdan o, artıq evinin qapısı ağzındaydı. O, sükuta qərq olmuş həyətlərə, meydana, daha sonra isə pəncərələri kip bağlanmış evlərə baxdı. Göy üzü tərtəmiz idi. Evlərin damları gümüş kimi parıldayırdı. Qonşu evin bacasından tüstü qalxır, sədəfli havada tutqun lent kimi burulurdu. Hansısa dojun qandolasından gətirilmiş zərli, iri Venesiya fənərlərinin işıqları palıd panelli geniş hollun girəcəyindən görünür, tavandan asılmış qazla dolu 3 jiklyor közərirdi. Jiklyorlar ağ alovun dairəyə aldığı mavi nazik ləçəklər kimi sayrışırdı. Dorian onları üfürdü. Şlyapasını və plaşını stolun üstünə tulladı. Kitabxanadan keçib birinci mərtəbədə yerləşən iri yataq otağının qapısını açdı. O, buranı bu yaxınlarda öz zövqünə uyğun yenidən qurmuş, daha dəbdəbəli etmiş, intibah dövrünün nadir divar xalçaları ilə bəzəmişdi. Dorian bu xalçaları Selby Royaldakı evinin çardağından tapıb çıxarmışdı. Yataq otağının qapısını açarkən gözü Basil Hallwardın çəkdiyi portretinə sataşdı. Dorian diksindi və geri çəkildi. Sanki nədənsə heyrətə gəldi. Sonra otağa girdi. Lakin yaxasına taxdığı qönçəli sancağı çıxarıb dayandı. O bir anlığa qərarsız vəziyyətdə durdu. Görünür, onu nəsə karıxdırmış, təşvişə salmışdı. Nəhayət o, geriyə, kitabxanaya qayıtdı və öz portretinə yaxınlaşaraq ona xeyli diqqətlə baxdı. Pəncərənin sarı ipək pərdələrinin kölgəsi altında və otağa düşən zəif işıqda portretdəki şəklin sifəti ona bir qədər qəribə göründü. Sanki şəklin üzü dəyişmişdi. Cizgilər fərqli görünürdü. Ağız büküşlərində qəddarlıq duyulurdu. Necə də qəribədir. O dönüb pəncərə qabağına gəldi, pərdələri araladı.
Sübh şəfəqləri otağı işıqlatdı və künc-bucaqda gəzən qəmli kölgələri süpürüb apardı. Lakin portretin sifət cizgilərində nəsə qəribə bir dəyişiklik əmələ gəlmişdi. Bu, açıq-aşkar görünürdü. Gün şüalarının işığında o lap aydın gördü ki, ağız cizgilərində amansız büküşlər yaranıb və hətta bundan dərhal sonra Dorian güzgüdə özünə sanki cinayət törətmiş bir adam kimi baxdı. O səksəndi. Tələsik stolun üstündəki fil sümüyündən olan və mələklərin təsvirləri ilə bəzədilmiş çərçivəli dairəvi əl güzgüsünü, bu güzgü Lord Henry'nin ona verdiyi çoxsaylı hədiyyələrindən biri idi. Götürdü, özünə baxdı. Axı onun dodaqlarında portretdəki kimi büküşlər yoxdur. Bu, nə olan şeydir? Dorian gözlərini ovuşdurdu. Portretə daha da yaxın gəldi. Yenə diqqətlə şəklə baxmağa başladı. Şübhəsiz, rənglər yerində idi. Şəklin ora-burasını da düzəldib eləməmişdilər. Lakin üz cizgiləri açıq-aşkar dəyişmişdi. Bu, onun əksi deyildi. Onun portreti qorxunc şəkildə dəyişmişdi. Dorian kresloya oturub fikrə getdi. Birdən yadına düşdü ki, portret hazır olan gün Basil Hallwardın studiyasında o nələri söyləmişdi. Bəli, o çox gözəl xatırladı. O vaxt Dorian demişdi ki, çox istəyir özü yox, portret qocalsın. O özü əbədi gənc qalmaq istəyir. Qoy onun gözəlliyi itib getməsin, saralıb solmasın, əvəzində bütün ağrı acılar, həzz və istirablar, günahlar portretin sifətində əks olunsun. Bəli, o bunu istəmişdi, bunu arzulamışdı. İstəmişdi ki, həyatının bütün istirab və ağrı izləri yalnız kətan parça üzərində görünsün. Dorian özü isə üzündə ilk dəfə dərk etdiyi gənclik çağının əbədi təravətini, sevinc və fərəhini, zərif əlvanlığını qoruyub saxlaya bilsin. Görəsən, doğrudanmı onun istəkləri çin olub? Belə şeylər qeyri-mümkündür. Hətta bu barədə düşünmək belə adama dəhşətli gəlir. Bununla belə, onun qarşısındakı portretdə dodaqlarının qəddar büküşləri əmələ gəlib. O bunu görür. Amansızlıq. Məgər o amansızlıq edib? Günahkar qızın özü deyilmi? Onun nə günahı var ki? O, Sibili böyük aktrisa kimi görürdü və buna görə də ona vurulmuşdu. Qız onun ümidlərini puça çıxartdı. Onu peşman etdi. Qız onun sevgisinə layiq olmayan, dəyərsiz bir adam oldu. Lakin Dorian bu dəqiqələrdə qızın onun ayaqlarına düşüb uşaq kimi ağladığını, ona yalvardığını xatırladı. Yadına düşdü ki, o, Dorian, çox sərt bir qəddarlıq göstərdi. Qızı laqeydliklə seyr etdi. Görəsən, nə üçün belə etdi? Axı, niyə onun ürəyi birdən-birə daşa döndü? Axı, o da əzab çəkmişdi. Tamaşa vaxtı o dəhşətli 3 saatı kim yaşamışdı? Dorian, o ağrılı, istirablı saatlar ona bir əsr kimi görünmüşdü. O, bu əzabları yaşamışdı. Axı, hər halda onun həyatı da qızın həyatı kimi qiymətlidir, dəyərlidir. O, Sibilə əbədi yara vurdu. Axı, qız da Dorianı saatlarla incitmiş, onu peşman etmişdi. Qadınlar kişilərə nisbətən dərdi, ağrı acını yüngül keçirirlər. Onlar yaranışdan belədir. Qadınlar yalnız hisslərlə yaşayır, emosiyalara üstünlük verirlər. Qadınlar öz məşuqlarını da ona görə əldə saxlayırlar ki, öz emosiyalarını onların üstünə tökə bilsinlər. Bunu Lord Henry demişdi ona. Lord Henry görünür, qadınları yaxşı tanıyır. Bəs Sibyl Vane nə üçün onu bu qədər narahat edir, hə? O qız Dorian üçün daha heç kimdir. Heç kim. Bəs bu portret necə olsun? Bu nə məsələdir belə? Bu portret onun həyatının gizlinlərini özündə saxlayır. Bu portret onun taleyidir. Portret ona sevməyi öyrətmişdi, öz gözəlliyinə vurulmağı anlatmışdı. Doğrudanmı bu portret ona
özünə, öz gözəlliyinə, qəlbinə nifrət bəsləməyi də öyrədəcək. Bu kətan parçadakı o portretə Dorian bundan sonra necə baxacaq, hə? Yox, bu olsa qəlb çırpıntılarının törətdiyi aldadıcı hisslərdir. O dəhşətli bir gecə yaşamışdı. Onun beynində qəflətən sirli qırmızı ləkə yaranmışdı. Bu, adamı dəli edər. Şəkil heç dəyişməmişdi. Bu barədə düşünmək sadəcə dəlilik əlamətidir. Lakin portretdəki adam şəkli ona istehza ilə baxırdı. Şəklin füsunkar üzünə qəddar təbəssüm qonmuşdu. Onun qızılı saçlarını səhər günəşinin şəfəqləri yalayırdı. Mavi gözləri canlı Dorianın baxışları ilə toqquşdu. Dorianın qəlbində hədsiz mərhəmət oyandı. Bu şəfqət özünə qarşı deyildi. Portretdəki əksinə qarşı idi. Portretdəki adam dəyişmişdi və görünür bundan sonra daha çox dəyişəcəkdi. Onun qızılı qıvrım saçları bozarıb çallaşacaq, qırmızı və ağ qızıl güllər saralıb solacaq. Dorianın işlətdiyi hər bir günah bir ləkə kimi portretin üzünə vurulacaq və onun portret gözəlliyi beləcə korlanıb məhv olacaq. Lakin o bir daha günah işlətməyəcək. Portret dəyişsin ya heç dəyişməsin, dəxli yoxdur. Bütün hallarda bu portret onun vicdanı olaraq qalacaq. Bu gündən etibarən yoldan çıxmayacaq, nəfsini boğacaq. O bir daha Lord Henry'ni görməyəcək, onunla görüşməyəcək. Hər halda onun incə zəhər kimi təhlükəli nəzəriyyələrinə qulaq asmayacaq. Bazelin bağında Henry'ni dinləyəndən sonra Dorian yoldan çıxdı. Onda qeyri-mümkün şeylər üçün ehtiraslı meyillər oyandı. Dorian Sibyl Vane'in yanına qayıtmaq qərarına gəldi. O gedib günahlarını yuyacaq. Onunla evlənəcək. Sibyl'i yenidən sevməyə çalışacaq. Bəli, bu onun borcudur. Qız görünür ondan daha çox istirab çəkib. Yazıq qızcığaz. Dorian nə qədər axmaq və amansız olub ona qarşı. Onun qızı olan məhəbbəti mütləq qayıtmalıdır. Onlar birlikdə xoşbəxt olacaqlar. Onun Sibyl'lə birgə həyatı təmiz və gözəl olacaq. Dorian yerindən qalxdı. Qarşısındakı portretə əsə-əsə bir də baxdı. Necə qorxuncdur, aman Allah. Donquldanaraq pəncərəyə tərəf yeriyib onu açdı. Dorian yaşıl çəmənli bağçaya çıxdı. Dərindən nəfəs alaraq təmiz sübh havasını utdu. Bu sübh havası sanki başındakı qara-qara fikirləri də çıxarıb atdı. O, yalnız Sibyl barədə düşünməyə başladı. Onun əvvəlki məhəbbətinin məsum əks-sədası qəlbinə qayıtdı. Dorian qızın adını çəkdi. Qəlbində Sibyl'i təkrar-təkrar səslədi. Şeh basmış bağçada civildəşən quşlar gül çiçəyə sanki Sibyl barədə nəsə oxuyurdular. 8-ci fəsil. Dorian yuxudan duranda günortadan xeyli keçmişdi. Xidmətçisi bu müddət ərzində bir neçə dəfə ayaqları ucunda onun yataq otağına girmiş, cavan sahibinin oyanıb-oyanmadığını yoxlamaq istəmişdi. O, sahibinin bu qədər yatmasına təəccüb eləmişdi. Nəhayət, yataq otağından zəng gəldi. Viktor əlində çay sinisi ehtiyatla içəri girdi. Köhnə balaca Çin sinisində çay fincanından savayı bir yığın məktub da vardı. Xidmətçi 3 hündür pəncərəni örtən işıltılı yaşıl ipək pərdələri araladı. Gülümsəyərək dedi. Monsieur, siz bugün bərk yatmısınız. Saat neçədir, Viktor? Dorian Gray yuxulu-yuxulu soruşdu. 2-yə 15 dəqiqə işləyib, monsieur. Yaman yatıb qalmışam. Dorian ağır-ağır durub çarpayıda oturdu. Çaydan bir-iki qurtum içdi. Sonra məktubları eşələməyə başladı. Məktublardan biri Lord Henry'dən gəlmişdi. Özü də bugün səhər onu əllə gətirib təhvil vermişdilər. Dorian bir anlıq tərəddüd elədi. Sonra məktubu kənara itələdi. O biri məktubları ötəri nəzərdən keçirdi. Həmişəki kimi onu nahara dəvət edirdilər.
Müxtəlif dəvətnamələr, vizit kartları, rəsm sərgilərinin açılışı, xeyriyyə konsertləri və sair və ilaxır. Bütün bu korrespondensiyalar mövsümün ən qızğın çağında kübar bir cavan adama gələn adi göndərişlər idi. Məktubların arasında kifayət qədər yüksək məbləğdə bir hesab qaiməsi də vardı. Bu, 15-ci Ludovik üslublu gümüş tualet ləvazimatlarına görə idi ki, bunu da Dorian öz qəyyumlarına göndərməyə cəsarət etməmişdi. Onlar tamamilə köhnə düşüncəli adamlar idi və başa düşmürdülər ki, bizim dövrdə insana yalnız lazımsız şeylər lazım olur. Məktublar arasında Cermin küçəsindəki sələmçilərdən də bir neçəsi vardı və onlar nəzakətli bir dillə təklif edirdilər ki, hər hansı bir tələb olarsa, çox aşağı faizlərlə su da verməyə hazırdılar. 10 dəqiqədən sonra Dorian durub, ipək kəşmiri xələtini geyindi və ornamentli daşlarla döşənmiş vanna otağına girdi. Uzun yuxudan sonra sərin su vannası onun ruhunu təzələdi və vannadan çıxanda Dorianın əhvalı yaxşılaşdı. Gecəki olaylar sanki unuduldu. Yaddaşında dünənki gecənin yalnız xırdamırda detalları oyanırdı. O, hansısa dramda iştirak edibmiş. Lakin bütün bunlar ona dumanlı yuxu kimi gəlirdi. Dorian geyinib kitabxanaya düşdü və açıq pəncərəyə yaxın dairəvi balaca masada onun üçün düzəldilmiş yüngül fransız səhər yeməyi süfrəsi arxasında oturdu. Gözəl bir gün idi. Mülayim havadan ətir qoxusu gəlirdi. Otağa arı girdi və vızıldaya-vızıldaya Dorianın stolunun üstündəki Çin vazasına qoyulmuş sarı qızıl güllərin başına fırlanmağa başladı. Dorianın üzünə məmnun bir bəxtəvərlik qonmuşdu. Birdən onun nəzərləri portretin qarşısında qoyduğu ekrana sataşdı və o diksindi. "Monsieur, sizə soyuq deyil ki?" Bu an ona omlet gətirən xidmətçisi soruşdu. "Bəlkə pəncərəni örtüm?" Dorian başını buladı. "Yox. Soyuq deyil. Doğrudanmı bütün bunlar olmuşdu? Yəni portret dəyişmişdimi? Bəlkə bu onun korlanmış təxəyyülünün nəticəsi idi. Onu qara basmışdı və ya portretin fərəhli təbəssümü əvəzinə onun gözünə bəlkə də idbar sima görünmüşdü. Axı kətan parça üzərinə həkk olunan rənglər necə dəyişə bilər? Absurddur. Bir gün Bazilə bunları deyəcək. Yəqin o da Dorianla məzələnəcək. Bəs deyincə güləcək ona. Amma yox, bütün ötənlər ona elə bil canlı kimi görünür. O portretin qəddar sifətini əvvəlcə qaranlıqda, sonra da gün işığında görmüşdü. Ağzının ətrafındakı büküşləri də. İndi isə o səbirsizliklə xidmətçinin otaqdan çıxmasını gözləyirdi. Əmin idi ki, tək qalan kimi dözməyəcək. Ekranı portretin qabağından götürüb ona baxmaq istəyəcək. Dorian həqiqəti öyrənməkdən qorxurdu. Xidmətçi siqaret və qəhvə gətirdi. Sonra otaqdan çıxmaq istədi. Dorianın ürəyindən dəli bir istək keçdi. O, xidmətçiyə demək istəyirdi ki, otaqda qalsın, çıxmasın. Lakin xidmətçi qapını örtüb gedəndən sonra Dorian zəngi basdı. Onu geri çağırdı. Viktor müntəzir durdu və sahibinin əmrlərini gözləməyə başladı. Dorian xidmətçiyə dedi. "Mən evdə yoxam, Viktor." Dorian dərindən bir ah çəkdi. Viktor təzim edib çıxdı. Dorian süfrə arxasından durub bir siqaret yandırdı. Ekranla üzbəüz taxtın üstündə yerini rahatladı. Ekran qədimi idi. Basma naxışlı, qızılı ispan dərisindən idi. Üstünə 14-cü Ludovik üslubunda əlvan bəzəklər vurulmuşdu. O gözlərini ekrana zilləmişdi. Öz-özündən soruşurdu ki, görəsən bu ekran parça nə vaxtsa insan həyatının sirrinin üstünü bax beləcə örtübmü? Hə, o indi neyləməlidir? Ekranı portretin qabağından kənara çəksinmi? Bəlkə və yaxşısı budur beləcə qalsın. Bunu öyrənməyin nə mənası var axı? Əgər həqiqətən portret dəyişibsə, onda dəhşət olacaq. Yox, əgər dəyişməyibsə, onda niyə narahat olur? Birdən kimsə təsadüfən portretə baxıb görsə ki, oradakı şəklin cizgiləri dəhşətli dərəcədə dəyişib, onda necə olsun?
Birdən Basil Hallward gəlib öz əsərinə baxmaq istədi. O, nə deyəcək? Basil mütləq ona baxmaq istəyəcək. Yox. Dorian gərək portretə baxsın. Ekranı onun qabağından çəkib götürsün. Bunu dərhal etmək lazımdır. Naməlum şeydən ötürü istirab çəkməkdən pis şey yoxdur. Dorian durub hər iki qapını bağladı. O istəyirdi ki, öz portretinin eyblərini yalnız özü görsün. Beləliklə, o, ekranı portretin qabağından kənara çəkdi və öz portreti ilə üzbəüz qaldı. Bəli, bu bir həqiqət idi. Portret dəyişmişdi. Sonralar Dorian tez-tez və hər dəfə də təəccüblə xatırlayacaqdı ki, ilk anlar o portretə demək olar ki, obyektiv bir maraqla baxırmış. Belə bir dəyişikliyin baş verməsi ona yuxu kimi görünürdü. Lakin bu baş vermişdi. Yuxu deyildi. Doğrudanmı bu onun qəlbi ilə kətan üzərində forma və rənglər yaradan kimyəvi atomlar arasındakı hansısa ağlasığmaz bir bənzəyişdir? Ola bilərmi ki, bu atomlar kətan üzərində onun qəlbinin səsini əks etdirsin, yaxud onun yuxularını çin etsin? Bəlkə bu şəkildə ayrı bir sir, möcüzə və yaxud dəhşətli, çox qorxunc bir səbəb var. O titrədi və qorxdu. Geriyə, taxta sarı gedib uzandı və oradan qorxa-qorxa bir daha şəklə baxmağa başladı. Lakin ona bir şey təsəlli verirdi. Portret ona artıq nəyisə öyrətmişdi. Portret ona öyrətmişdi ki, o, Dorian, Sibyl Vaneə qarşı amansızlıq edib, qızla ədalətsiz davranıb. Bunu dərk etməyi öyrətmişdi portret. Sibyldən üzr istəmək hələ gec deyil. O, öz səhvini düzəldə bilər. Sibyl onun arvadı olar. Onun uydurma və xudbin sevgisinə qız təsir göstərər, ona xeyirxah hisslər aşılayar və Basil Hallwardın çəkdiyi portret isə həyatda həmişə ona yol göstərər, onu idarə edər. Bəzilərini yaxşılıq, bəzilərini vicdan, bəzilərini isə Allah xofu idarə edir. Nə olar? Onu da portret idarə edər. Həyatda vicdan əzabına qarşı narkotiklər mövcuddur. Bunlar əxlaqi dəyərləri, tərbiyəni bixuş edən vasitələrdir. Lakin burada onun gözləri qarşısında açıq-aşkar görünən pozğunluq rəmzi durub. Bu, günahın əyani nəticəsidir. Bu sübut dəlil həmişə onun gözləri qarşısında olacaq və ona deyəcək ki, insan öz qəlbini məhv etməyə qadirdir. Saat 3-ü, sonra 4-ü vurdu. Yarım saat da ötdü və Dorian Gray hələ də yerindən tərpənmirdi. O, həyatın bütün al-qırmızı saplarını bir yerə yığıb, onlardan hansısa bir naxış hörməyə, azdığı ehtirasların qırmızı labirintində öz yolunu tapmağa çalışırdı. O, nə etməli, nə düşünməli olduğunu bilmirdi. Nəhayət yerindən qalxıb stola yaxınlaşdı və sevdiyi qıza alovlu bir məktub yazdı. Məktubda peşman olduğunu bildirir, bağışlanmasını yalvarır və özünü axmaq və dəli adlandırırdı. Səhifədən səhifəyə adladıqca o daha çox peşmançılıq sözləri yazır və ağrı içində qovrulduğunu deyirdi. Vicdan əzabında da bir təntənə var. Biz öz-özümüzü günahkar hesab edəndə düşünürük ki, özgə heç kimin bizi belə günahlandırmağa haqqı yoxdur. Bizim günahlarımızı əslində keşiş yox, etiraflarımız, tövbəmiz bağışlayır. Dorian məktubu yazıb qurtaran kimi sanki özünü yüngül hiss etdi və ona elə gəldi ki, günahları bağışlanmışdır. Birdən qapı döyüldü və o Lord Henry'nin səsini eşitdi. Dorian, əzizim, mən sizi görmək istəyirəm, vacib işim var. İcazə verin içəri girim. Nə olub? Niyə qapını bağlayıb özünüzə qapanmısınız? Əvvəlcə cavab vermədi. Səssizcə yerində donub qaldı. Qapı fasiləsiz döyülürdü və Henry'nin səsi daha bərkdən gəlirdi. Hə, yaxşı olar ki, Lord Henry'ni içəri buraxsın və indən belə başlayacağı yeni həyatı barədə ona danışsın.
O, lazım gəlsə Lord Henry ilə dalaşacaq və əgər zərurət yaranarsa, onunla bütün əlaqələri belə kəsəcək. O cəld yerindən qalxdı, ekranı tələsik portretin qabağına çəkdi və bundan sonra qapını açdı. Lord Henry içəri girən kimi gileyini bildirdi. Dorian, belə şeylər heç yaxşı deyil. Siz olub keçən hadisələr barədə çalışın, düşünməyəsiniz. Unudun onları geçsin. Siz Sibyl Vane'i nəzərdə tutursunuz. Əlbəttə, Lord Henry oturub əlcəklərini asta-asta çıxarmağa başladı. Ümumiyyətlə deyim ki, bir tərəfdən bu heç də yaxşı deyil, o biri tərəfdən isə, axı bu sizin də günahınız deyil. Deyin görüm, tamaşa qurtarandan sonra siz o qızı gördünüzmü? Hə, gördüm. Mən elə belə də düşünürdüm. Siz küsüşdünüz, eləmi? Mən çox kobudluq etdim, Harry. Hətta ona qarşı çox qəddarlıq etdim. Amma indi sakitəm. Hətta olanlara görə təəssüf də etmirəm. Bu, mənə özümü daha yaxşı tanıtmaqda kömək etdi. Ah, Dorian, mən buna şadam. Mən qorxurdum ki, siz vicdan əzabı çəkəsiniz və hətta o gözəl qızılı qıvrım saçlarınızı belə yolasınız. Bunları yaşadım, Dorian başını tərpədərək güldü. İndi mən özümü daha bəxtiyar hiss edirəm. Əvvəla dərk etdim ki, vicdan nə deməkdir. Bu, heç də sizin mənə dediyiniz kimi deyil. Bu, bizdə olan ən ilahi bir şeydir. Ona lağ etməyin, Harry. Bir daha hər halda mənim yanımda bir daha ona istehza ilə baxmayın. Mən insan olmaq istəyirəm. Təmiz vicdanı olan insan. Mən qəlbimi murdarlamaq istəmirəm. Dorian, bu tərbiyə və əxlaq üçün çox gözəl bir estetik bir növrədir ki, təbrik edirəm sizi. Bəs nədən başlamaq istəyirsiniz? Sibyl Vane'lə evlənməkdən. Sibyl Vane'lə evlənmək? Lord Henry ayağa qalxıb ucadan səsləndi və Doriana təəccüblə baxıb əlavə etdi. Amma əziz Dorian, dəli Henry, bilirəm nə deyəcəksiniz. Nigah barədə nəsə pis bir şey. Lazım deyil, deməyin. Belə şeylər barədə mənə bir daha heç nə deməyin. 2 gün əvvəl Sibyl'ə təklif etdim ki, mənə ərə gəlsin. Mən vədimə xilaf çıxmaq istəmirəm. O mənim arvadım olacaq. Sizin arvadınız olacaq? Dorian, siz mənim məktubumu almamısınız? Bugün səhər yazmışam sizə və mənim xidmətçim onu sizin evinizə gətirib. Məktub? Ah, hə, yadıma düşdü. Mən onu hələ oxumamışam, Harry. Qorxurdum ki, orada mənim xoşlamadığım şeylər ola bilər. Siz öz qəbirüstü yazılarınızla həyatı tikə-tikə doğrayırsınız. Onda sizin heç nədən xəbəriniz yoxdur, hə? Nə demək istəyirsiniz? Lord Henry otaqda gəzişməyə başladı. Sonra Dorian Gray'in yanında oturdu. Onun hər iki əlini ovucularının içinə aldı. Onları bərk-bərk sıxdı. Dorian, Lord Henry pıçıldadı. Mən məktubda qorxmayın. Yazmışdım ki, bildirmişdim ki, Sibyl Vane ölmüşdür. Oğlandan dəhşətli bir qışqırıq qopdu. O, Henry'nin əllərini kənara itələyib bağırdı. Ölüb? Sibyl ölüb? Yox, ola bilməz, yalandır. Dəhşətli yalandır. Bunu necə dilinizə gətirirsiniz? Bu yalan deyil, Dorian. Həqiqətdir, Lord Henry dedi. Bugünkü qəzetlərin hamısı yazıb. Sizə yazmışdım ki, mən gələnə kimi heç bir qəzetə filana baxmayasınız. Yəqin ki, istintaq olacaq. Və mən istəyirəm ki, bu işə siz cəlb olunmayasınız. Parisdə belə hallar adamı məşhurlaşdırır. Amma Londonda insanlarda möhvümatçılıq hələ də qalıb. Burada gərək öz karyeranı qalmaqalla başlamayasan. Qalmaqallar qocalara aiddir. Onlar diqqətdən kənarda qaldıqları üçün bunu yaradırlar ki, diqqəti cəlb etsinlər. Ümidvaram ki, teatrda sizin kim olduğunuzu bilmirdilər. Əgər belədirsə, onda hər şey qaydasındadır. Narahat olmağa dəyməz. Sibyl'in grim otağına girəndə sizi kimsə gördümü? Bu, çox vacib məsələdir.
Dəryan bir müddət susdu. O dəhşətə gəlmişdi və rəng-ruhu ağappaq ağarmışdı. Nəhayət dili topuq vura-vura pıçıldadı. Harri, siz deyəsən istintaq dediniz, hə? Bu nə deməkdir? Məyər Sibil... Ah, Harri, mən buna dözə bilmərəm, tez olun. Danışın, hər şeyi danışın. Dəryan, şübhə etmirəm ki, bu sadəcə bədbəxt bir hadisədir. Lakin cəmaət də gərək belə düşünə. Danışırlar ki, həmin gecə təxminən 1-in yarısında anası ilə teatr binasını tərk edərkən qız deyib ki, qrim otağında nəyisə unudub. Qızı xeyli gözləyiblər, amma o geri qayıtmayıb. Nəhayət, onu öz qrim otağında döşəmədə sərilmiş vəziyyətdə tapıblar. Qız səhvən zəhərli bir dərman udub. Bu dərmandan adətən qrim üçün istifadə edilmişlər. Mən bilmirəm bu nə olan şeydir, lakin onun tərkibində gərək ki, ya sianid turşusu var, ya da ağ qurğuşun məhlulu. Yəqin sianid turşusu olub, çünki qız dərhal keçinib. Ah, Harri, Harri, nə dəhşətli xəbərdir, oğlan inildədi. Əlbəttə faciədir, çox böyük faciədir, lakin siz gərək özünüzü bu məsələyə qatmayasınız. Standart qəzeti yazıb ki, qızın 17 yaşı varmış. Amma üzdən ona az yaş vermək olardı. O məsum uşaq kimi görünürdü. Və görünür elə buna görə də səhnədə təcrübəsiz idi. Dəryan, siz gərək bu faciəni qəlbinizə salmayasınız. Gəlin gedək mənimlə nahar eləyək. Sonra operaya gedərik. Bugün Patti oxuyur. Hamı orada olacaq. Siz mənim bacımın lojasında otura bilərsiniz. Operaya onunla bir neçə cazibəli qadın da gələcək. Deməli, mən Sibyl Vane'i öldürdüm. Dorian Gray dodaqucu mızıldadı. Nə fərqi var ki? Elə bil, onun balaca boğazını bıçaqla doğramışam. Amma mənim bağçamda qızıl güllər hələ də gözəldir. Buna baxmayaraq, quşlar burada hələ də oxuyur, bəxtəvər oxuyurlar. Lakin mən bu axşam sizinlə nahara, sonra operaya, daha sonra isə harasa şam yeməyinə gedəcəyəm. Həyat necə də qeyri-adi və faciəvidir. Əgər bütün bunları kitabda oxusaydım, doğrusu ağlayardım. Amma indi bunlar həyatda baş verir. Özü də mənimlə baş verir. Və mən o qədər sarsılmışam ki, heç ağlaya da bilmirəm. Budur, baxın, mənim sevgi məktubum orada durub. Mənim həyatda ilk ehtiraslı sevgi məktubum. Sizə qəribə gəlmirmi? Mən bu məktubu ilk sevgi məktubumu ölmüş bir qıza yazmışam. Maraqlıdır. Mən bilmək istəyirəm, o bənizi solub saralmış ölülər nə hiss edirlər? Sibyl. Sibyl hiss edirmi görəsən? Məni eşidə bilirmi? Hiss edə bilirmi? Bunlardan xəbəri varmı? Ah, Henry, mən onu necə də sevirdim. İndi mənə elə gəlir ki, bu çoxdan olub, lap çoxdan. O mənim üçün hər şey idi. Mənim həyatım idi. Sonra bu məşum ölüm gecəsi gəldi. Doğrudanmı ötən gecə olub? Həmin o məşum gecə o səhnədə çox pis oynadı və mənim qəlbim demək olar ki, qırıldı. Sonra Sibyl mənə hər şeyi izah elədi. Bu elə təsirli, elə həssas idi ki, mən isə ona axmaq dedim. Sonra yenə nəsə oldu o gecə. Mən onu sizə deyə bilmərəm, lakin bu dəhşət idi. Və mən qərarı aldım ki, Sibylin yanına qayıdım. Başa düşdüm ki, səhv iş görmüşəm. Budur, o öldü. Aman Allah, aman Tanrım. Harri, mən nə eləyəcəyəm? Siz təsəvvür etmirsiniz məni hansı təhlükə gözləyir. Mən hansı bəlaya düşmüşəm. İndi məni heç kəs ayaq üstə saxlaya bilməz. Mən yıxılmışam. Sibyl məni saxlaya bilərdi. Sibyl özünü öldürməməli idi. Onun buna haqqı yox idi. Bu səfehlik, axmaq bir addım olub. Əzizim Dorian, Lord Henry portsiqarından papiros çıxarıb cavab verdi. Qadın yalnız bu yolla kişini dəyişdirə bilər. Onu elə zinhara gətirər ki,
o həyata qarşı bütün marağını itirər. Əgər siz o qıza evlənsəydiniz, siz də bədbəxt olardınız. Əlbəttə, onunla yaxşı davranardınız. Sevdiyin adam olanda bu daha asan olur. Lakin o qız günlərin bir günündə başa düşəcəkdir ki, siz onu sevmirsiniz. Qadın başa düşəndə ki, onun əri ona qarşı laqeyddir, dəhşətli dərəcədə zövqsüz olur. Başlayır dəbdən düşmüş paltar geyməyə, yaxud onun çox qəşəng şlyapası peyda olur ki, bunu da ona özgə kişi alır. Bu qeyri-bərabər izdivacın sosial həqarət olduğu bir yana dursun. Mən onsuz da bunun əleyhinə idim. Çalışırdım bu baş verməsin. Mən sizi əmin edirəm ki, bütün hallarda o qızla sizin nigahınız uğursuz olacaqdır. Məncə siz düz deyirsiniz, oğlan pıçıldadı və otaqda var-gəl etməyə başladı. Sifəti tamamilə ağarmışdı. Lakin düşünürdüm ki, mən onunla evlənməli idim. Əgər bu faciə bizim evlənməyimizə mane oldusa, bu mənim günahım deyil. Siz deyəsən demişdiniz ki, yaxşı qərarların başında ağır bədbəxtlik daşı fırlanır. Onlar həmişə gec qəbul olunur. Yəqin mənimki də ona bənzədir. Xeyirxah niyyətlər təbii qadınlara qarşı atılan faydasız addımlardır. Onların kökündə xalis təkəbbür, özündən bədgümanlıq var. Onların nəticəsi sıfıra bərabərdir. Onlar bizə hərdən sevinç bəxş edir, lakin çox vaxt mənasız, boş duyğular verir. Və bu duyğular da yalnız zəif adamlar üçün təsəllidir. Bax, belə xeyirxah niyyətlər bank çeklərinə bənzəyir. Bu çekləri o adamlar yazıb verir ki, onların heç cari bank hesabları da yoxdur. Harry, Dorian qorxa-qorxa gəlib Henry'nin yanında oturdu. Niyə axı mən istədiyim kimi əzab çəkə bilmirəm? Doğrudanmı mənim qəlbim yoxdur? Hər halda mən belə düşünmürəm. Siz necə fikirləşirsiniz? Son 2 həftədə sizin etdiyiniz çoxsaylı səfih hərəkətlərdən sonra sizə qəlbsiz insan demək olmaz, Dorian. Lord Henry nəvazişlə gülümsündü. Dorian qaşlarını çatdı. Bu cür cavab mənim xoşuma gəlmir, Harry, Dorian etiraz etdi. Lakin şadam ki, siz məni qəlbsiz insan hesab etmirsiniz. Mən belə bir adam deyiləm, bunu bilirəm. Lakin hər halda baş verən bədbəxt hadisə mənə o qədər də təsir etmədi. Yəni, lazım olduğu dərəcədə demək istəyirəm. Bu hadisə elə bil mənim üçün gözəl bir pyesin qeyri-adi sonluğudur. Bu pyesdə Yunan faciə janrının ən müthiş gözəlliyi var. Bu faciədə mən də iştirak edirəm. Özü də əhəmiyyətli dərəcədə. Lakin bu faciədən mən sağ-salamat çıxmışam. Yaralanmamışam. Maraqlı məsələdir, Lord Henry dedi. Qarşısındakı gəncin düşüncəsiz eqoizmi ilə oynamaq ona ləzzət verirdi. Çox maraqlı məsələdir, çox. Düşünürəm ki, bunu belə izah etmək olar. Həyatda çox vaxt əsl faciələr elə qeyri-estetik forma alır ki, bizi öz kobud azğınlığı, son dərəcə məntiqsizliyi və mənasızlığı, zəriflikdən belə əlamət olmaması ilə incidir, əzab verir. Onlar bizə vulqar təsiri bağışlayır, onlar bizə yalnız heyvani hisslər bəxş edir. Və biz buna qarşı üsyan edirik. Lakin bəzən də biz həyatda elə dramlarla qarşılaşırıq ki, burada bədii gözəllik elementlərini görürük. Əgər bu gözəllik həqiqi gözəllikdirsə, onda hadisələrin dramatizmi bizə təsir edir. Və biz qəflətən görürük ki, artıq aktyorlar deyil, sadəcə faciənin tamaşaçısı qismindəyik. Ya da həm aktyoruq, həm də tamaşaçı. Biz öz-özümüzü seyr edirik. Və bu mənzərənin son dərəcə qeyri-adiliyi bizi valeh edir. Bəs indiki halda nə baş verib? Qız sizə görə sizi sevdiyi üçün özünə qəsd edib. Təəssüf ki, mənim həyatımda belə bir hadisə baş verməyib. Versəydi, mən onda məhəbbətə inanardım və o qızın qarşısında daim baş əyərdim. Lakin məni sevənlərin hamısı, onlar o qədər də çox olmayıb, amma olub. İnadla yaşamış, hətta mən onları və onlar da məni atandan sonra da uzun illər yaşamışlar. Bu qadınlar kökəlmişdilər, darıxdırıcı və dözülməz olmuşdular. Mən onlarla görüşəndə
Onlar dərhal xatirələri dilə gətirirlər. Ah, bu qadın yaddaşı, dəhşətli qadın yaddaşı, belə də cəza olar. Onları gör necə ətalət, ruhi durğunluq bürüyüb. İnsan gərək özünü həyatın rəngləri altında gizlətsin. Onun detallarını heç vaxt xatırlamasın. Təfərrüatlar həmişə bayağı olur. Mən bağçada lalə əkməli olacağam. Dorian ah çəkdi. Buna ehtiyac yoxdur, Lord Henry etiraz elədi. Həyatda bizim üçün hər zaman hazır lalələr var. Əlbəttə, biz uzun zaman unuda bilmirik. Mən nə vaxtsa bütün mövsüm ərzində yaxama bənövşə taxdım. Bu, ölmək istəməyən sevgi üçün yas saxlamaq nişanəsi idi. Lakin axır ki, o sevgi öldü. Yadıma gəlmir ki, onu nə öldürdü. Görünür, bu, o qadının mənə vədi idi. Mənim üçün bütün həyatını qurban verməyə hazır olduğunu demişdi. Bu, həmişə dəhşətli an olur. O, insana əbədiyyətdən qorxmaq hissini təlqin edir. Beləliklə, təsəvvür edin ki, ötən həftə Lady Hampshire-gildə gördüm ki, həmin xanım mənimlə yanaşı oturub. Və o qadın nəyin bahasına olursa olsun, hər şeyi təzədən başlamaq istəyirdi. Keçmişi eşəliyib qurdalayır, gələcək üçün yolu təmizləməyə çalışırdı. Mən bu sevgi romanımı gül kolları altında bastırmışam. Amma o qadın onu təzədən qazıb çıxartdı və məni inandırmağa çalışırdı ki, mən onun həyatını korlamışam. Qeyd etməliyəm ki, o naharda öküz kimi yeyirdi və mən bundan heç də təəccüblənmədim. Amma baxın, görün, necə bir ədəbsizlikdir bu. O qadında zövq deyilən şey yox idi. Görürsünüz, keçmişin bütün gözəlliyi ondadır ki, o keçmişdir. Qadınlar isə heç vaxt görmürlər ki, pərdələr artıq endirilib. Onlar həmişə 6-cı hissəni gözləyir. Tamaşa qurtardıqdan sonra da onun davamını istəyirlər. Hətta tamaşaya maraq öləndə belə qadınlara elə gəlir ki, harda olacaq. Əgər onlara imkan versən, hər bir komediya faciə ilə bitər və əksinə, hər faciənin də axırı komik olar. Həyatda qadınlar gözəl aktrisadırlar. Lakin onların heç bir artistlik duyumu yoxdur. Dorian, siz məndən daha çox xoşbəxtsiniz. Sizi inandırıram ki, mənim yaxın olduğum heç bir qadın mənə görə özünü öldürməzdi. Amma Sibyl Vane sizə görə özünə qəsd etdi. Adi qadınlar hər zaman təskinlik tapırlar. Onlardan bəziləri sentimental xarakterlidir. Yaşına uyğun olmayan paltar, yəni malva geyən, yaxud 35 yaşında çəhrayı lentləri sevən qadınlara heç vaxt inanmayın. Bu o deməkdir ki, həmin qadınların keçmişi var. Bəzi qadınlar isə qəflətən öz qanuni ərlərindən min cür müsbət keyfiyyət tapırlar. Və bu da onlara böyük təsəlli verir. Onlar özlərini elə göstərirlər ki, güya onların xoşbəxt nigahı var. Güya bu nigah dünyada günahların ən yaxşısıdır. Bəziləri təsəllini dində tapır. Dinin sirləri onlar üçün ən gözəl eşqbazlıqdır. Mənə bu barədə bir qadın danışdı və mən özüm də buna inanıram. Bundan başqa, zinakar qadına zinakar desən, qəbul etməz. Loğa və şöhrətpərəst desən, daha məmnun olar. Bizim hamımızı vicdan xudbin edir. Bəli, bəli, bizim zamanədə qadınların təsəlli tapdığı şeylərin sayı hesabı yoxdur. Mən hələ ən vacibini demədim. Nəyi demədiniz, Harry? Dorian dalğın halda soruşdu. Qadınlar üçün ən vacib təsəlli budur. Öz məşuqlarını itirəndən sonra özgənin məşuqunu əlindən almaq. Mötəbər cəmiyyətdə bu, həmişə qadına bəraət qazandırır. Amma əslində Dorian, Sibyl Vane o qadınlardan deyildi. O qız bizim həyatda rast gəldiyimiz qadınlara bənzəmirdi. Onun ölümündə nəsə heyrətamiz bir gözəllik var. Mən şadam ki, belə möcüzələrin baş verdiyi dövrdə yaşayıram. Bu hadisələr bizə sevginin var olduğunu, əsl məhəbbətin mövcudluğunu aşılayır.
Bu hadisələr bizim istehza ilə baxdığımız sevginin, təmiz romantik duyğuların və hisslərin real olduğunu göstərir. Mən ona qarşı çox kobud oldum. Siz bunu unudursunuz. Düzünə qalsa, qadınlar kobudluğu özü də açıq kobudluğu sevirlər. Qadınların heyrətamiz, güclü ibtidai instinktləri olur. Biz onlara azadlıq vermişik, lakin buna baxmayaraq onlar öz sahiblərini axtaran qul kimi qalıblar. Onlar itaət etməyi sevirlər. Mən inanıram ki, siz çox gözəl hərəkət etmişsiniz. Mən sizi heç vaxt qəzəbli və hirsli görməmişəm. Lakin təsəvvürümə gətirirəm ki, siz qəzəbli olduğunuz zaman necə maraqlı görünmüsünüz. Nəhayət, siz sırağa gün gecə mənə bir söz dediniz. Elə bildim ki, sizin təxəyyülünüzün məhsuludur. İndi başa düşürəm ki, siz tamamilə düz deyirmişsiniz. Bax belə. Mən nə demişdim, Harry? Siz demişdiniz ki, Sibyl Vane sizin üçün bütün romantik qəhrəmanlar deməkdir. O bir gün Desdemona olur, bir gün Ophelia, bir gün də Julieta. Bir də görürsən Julieta'dan sonra Imogen kimi səhnəyə çıxır. O bundan sonra daha səhnəyə çıxmayacaq. Dorian pıçıldadı və əlləri ilə üzünü örtdü. Əlbəttə, o bir daha geri dönməz. O öz sonuncu rolunu oynayıb getdi. Qoy o qızın miskin qrim otağındakı ölümü sadəcə sizə hansısa 17-ci əsrin faciəvi bir tamaşasından, yaxud bir pyesdən qeyri-adi və kədərli bir səhnə təsəvvürü bağışlasın. Yaxud Webster'in, Ford'un ya da Cyril Tourneur'in əsərlərindəki bir parçanı xatırlatsın. Bu qız əslində heç vaxt yaşamayıb və əslində heç vaxt da ölməyib. Sizin üçün əlbəttə o qız Shakespeare'in pyeslərində görünən və onları daha da gözəlləşdirən bir yuxu idi, xəyal idi. O bir ney idi, Shakespeare'in təranələrini daha da zənginləşdirən, onu daha çox həyatsevərlik gətirən bir ney. O məsum qız, real həyatda rast gəldiyi ilk toqquşmadaca yaralandı və həyatdan getdi. İstəyirsiniz Ophelia üçün ağlayın. Cordelia'nın boğulub öldürülməsinə görə başınıza kül tökün. Brabantion'un qızının ölümünə görə də göyləri qarğıyın, lakin Sibyl Vane üçün nahaq yerə göz yaşı axıtmayın. O qız o birilərdən daha az real idi. Araya sükut çöktü. Axşam düşmüşdü. Bağçada gümüş ayaqlı kölgələr səssizcə gəzişirdi. Şeylərin rəngi də yavaş-yavaş solğunlaşırdı. Birazdan Dorian Gray başını qaldırdı, ah çəkərək dedi. Harry, siz mənə özümü tanıtmaqda kömək etdiniz. Mən də elə beləcə düşünürdüm, amma qorxurdum. Qorxurdum ki, bunu özümə izah edə bilməyəm. Siz məni necə yaxşı tanıyırsınız. Gəlin baş verən hadisə barədə bir daha danışmayaq. Bu, dəhşətli yaşantı idi, vəssalam. Bilmirəm həyatda mən bir daha belə ağla gəlməz şeylə rastlaşacağammı? Sizin həyatınız hələ qabaqdadır, Dorian. Bu cür gözəllik ki sizdə var, sizin üçün aşılmaz sədd olmayacaq. Birdən mən əldən düşmüş qoca, sifəti qırışıq basmış bir adam oldum. Onda necə olacaq, Harry? Hə, onda... Lord Henry ayağa durdu. Getməyə hazırlaşdı. Hə, bax onda Dorian, əzizim, siz gərək hər qələbə üçün mübarizə aparasınız. İndi isə o qələbələr özü sizin ayağınıza gəlir. Əlbəttə, siz gərək öz gözəlliyinizi də qoruyasınız. O bizə lazımdır. Bizim zamanda adamlar olduqca çox oxuyurlar. Bu da onlara müdrik olmaqda maneçilik törədir. Bizim zamanədə adamlar həm də çox düşünürlər. Bu da onların gözəlliyinə mane olur. Yəni gözəl olmaq üçün az düşünmək lazımdır. Biz sizi qorumalıyıq. İndi isə geyinin, vaxtdır. Gedək, nahar eləyək. Onsuz da gecikirik. Harry,
Yaxşısı budur, mən birbaşa operaya gəlim. Orada görüşək. İndi çox yorulmuşam. Yemək istəmirəm. Sizin bacınızın lojasının nömrəsi neçədir? Gərək ki 27. İkinci mərtəbədədir. Qapının üstündə bacımın soyadı yazılıb. Mənimlə gəlmədiyinizə və nahar etməməyinizə təəssüflənirəm. Vallah, yorulmuşam, Harry. Sizə hədsiz minnətdaram. Hər şeyə görə. Söylədiklərinizə görə. İndi bilirəm ki, əsl dostum sizsiniz. Məni sizin kimi başa düşən yoxdur. Bu bizim dostluğumuzun hələ başlanğıcıdır, Dorian. Lord Henry dostunun əlini sıxaraq cavab verdi. Hələlik, görüşənədək. Ümidvaram ki, onun yarısına kimi görüşəcəyik. Unutmayın, Patti oxuyur. Lord Henry çıxandan sonra Dorian zəngi basıb Viktoru çağırdı. Viktor lampaları gətirdi və pərdələri endirdi. Dorian səbirsizliklə Viktorun otaqdan çıxmasını gözlədi. Ona elə gəlirdi ki, xidmətçi bugün daha çox eşələnir. Viktor gedən kimi o, ekranı portretin qabağından çəkdi. Yox, portretdə heç bir yeni dəyişiklik baş verməmişdi. Görünür, Sibyl Vane'in ölümü barədə xəbər portretə daha öncə çatmışdı. Dorianın özündən qabaq. Bu portret onun həyatının bütün olaylarından, onlar baş verəndən dərhal sonra xəbər tutur. Görünür, o, məşum ağız büküşləri də o zaman peyda olmuşdu ki, Sibyl Vane həmin vaxt zəhər içirmiş. Ya da bəlkə də portretdə canlı Dorian Gray'in törətdiyi əməllər yox, onun qəlbində və ruhunda baş verən dəyişikliklər əks olunur. Bütün bunları götür-qoy edən Dorian öz-özünə düşünürdü. Birdən gözəl günlərin birində portret onun gözləri qarşısındaca dəyişdi. Onda nə olar? Dorian bunu həm istəyir, həm də bu barədə düşünməkdən belə qorxurdu. Zavallı Sibyl. Bu nə sevgi hekayəti idi baş verdi. O tez-tez səhnədə ölürdü, ölümü səhnədə yaşayırdı. İndi isə ölüm özü gəlib onu apardı. Sonuncu tamaşada o necə də pis oynadı. Görəsən Sibyl ölərkən ona lənətlər yağdırıbmı? Yox, ola bilməz. Sibyl Doriana olan məhəbbətinə görə getdi bu dünyadan. Bəli, sevgidən ötürü getdi. Və bundan sonra sevgi onun üçün ən müqəddəs sayılacaq. Sibyl ondan ötürü həyatını qurban verdi və bununla da hər şeyi özü ilə yuyub apardı. Dorian bir daha o gecəki teatr oyununu xatırlamayacaq. O gecəki oyundan aldığı sarsıntılı təəssüratları, peşmançılıq hisslərini unudacaq. Sibyl onun xatirəsində faciəli rolları məharətlə oynayan ən parlaq aktrisa kimi qalacaq. Unudulmaz faciə obrazı kimi qalacaq. O qız həyat səhnəsinə bir məlakə kimi göndərilmişdi ki, dünyaya ali sevginin var olduğunu göstərsin. Heyrətamiz, faciə obrazı. Sibylin məsum çöhrəsi, məftun edici çevikliyi və utancaq məlahəti yadına düşdükcə, Dorianın gözlərindən yaş axmağa başladı. O tələsik göz yaşlarını sildi və yenidən portretə baxmağa başladı. O düşünürdü ki, seçim etməyin vaxtı gəlib çatmışdır. Bəlkə elə seçim çoxdan edilib. Bəli, həyat özü onun əvəzinə seçim edib. Həyat və onun həyata sonsuz marağı edib bunu. Əbədi cavanlıq, sönməz ehtiras, incə və qadağan olunmuş həzlər, xoşbəxtlik coşqusu, bundan da azğın günah dəlilikləri, bütün bunlara yiyələnəcək, bütün bunları o yaşamalıdır. O portretdə onun eyiblərinin, rüsvayçılıqlarının yükünü daşısın. Vəssalam. Birdən düşünəndə ki, portretdəki o gözəl üz eybəcər hala düşəcək, ürəyində ağrı hiss etdi. Haçansa o gicbəsərlik edərək narsisə bənzəmək üçün portreti öpmüşdü. Kətan parçada təsvir olunan o gözəl dodaqları öpmüşdü. O dodaqları ki, indi onlar zalımcasına büküşüb, eybəcər hala düşərək ona yanğı verir. O hər səhər uzun müddət portretin qarşısında dayanır,
ondan zövq alırdı. Hərdən hiss edirdi ki, portretə deyəsən vurulub. Görəsən, doğrudanmı Daryanın hər bir hərəkəti, hər bir zəif cəhəti indi bu portretdə əks olunacaq? Doğrudanmı o portret eybəcər və qorxunc bir rəsmə dönəcək və onu günəş işığı düşməyən zirzəmidə ağzını qıfıllayıb həmişəlik gizlətməli olacaq? Çox təəssüf, çox heyif. Daryan bir anlıq istədi ki, dua etsin. Dua etsin ki, onunla portret arasında mövcud olan fövqəltəbii əlaqə qırılsın. Portretdəki dəyişiklik ona görə yaranmışdı ki, o özü nə vaxtsa bunu arzulamışdı. Bəlkə dua edib Allaha yalvarandan sonra portret daha eybəcər hala düşməyəcək. Məyər insan həyatı hələ əməlli başlı dərk etməyən bir adam daim cavan qalmaq imkanından imtina edərmi? Qoy bu imkan fantastik olsun, qoy lap təhlükəli nəticələri olsun bu imkanın. Bundan başqa axı bu imkan onun əlində idimi? Doğrudanmı portreti onun istək və duaları dəyişdirib? Bəlkə elə bu dəyişiklik elmin sirri qanunları ilə tənzimlənir. Əgər fikir canlı orqanizmə təsir etmək gücünə malikdirsə, ola bilsin ki, elə ölülərə də, cansız əşyalara da təsir etməyə qadirdir. Bundan başqa bizim fikirlərimiz və düşüncələrimizin, şuurlu istəklərimizin təsiri olmadan bizdən kənardakı qüvvələr hisslərimizlə, əhval-ruhiyyəmizlə bərabər səs-səsə verə bilməzlərmi? Axı hansısa gizli bir sevginin, qəribə cazibə qüvvəsinin təsiri altında atom atoma can atır. Bir sözlə, indi səbəb axtarmaq da vacib deyil. O, bir daha heç vaxt hansısa kənar qüvvələri, fövqəltəbii qorxunc qüvvələri köməyə çağırmayacaq. Qoy portret dəyişsin. Əgər onun nəsibi dəyişməkdirsə, qoy belə olsun, vəssalam. Buna dərin bir məna verməyə də lüzum yoxdur. Lakin bu prosesi müşahidə etməyin özü əsl ləzzətdir. Portret onun ən məhrəmani niyyətlərini öyrənmək üçün Daryanın özünə imkan verəcək. Portret onun üçün sehirli güzgü olacaq. Bu güzgüdə o nə vaxtsa özünün əsl sifətini görmüşdü. İndi isə bu güzgü onun qəlbinin içini də göstərəcək. Və kətan üzərindəki Daryan üçün qış gələndə canlı Daryan ətirli, gözəl yaz, yay fəsilləri ilə nəşələnəcək. Portretin üzündəki rənglər solub gedəndə və o qalaylanmış sözləri ilə birlikdə ağ təbaşirli ölü maskası kimi olanda, canlı Daryanın üzü gəncliyin bütün təravətini qoruyub saxlayacaq. Onun füsunkarlıq rəngi solmayacaq, onun həyat nəfsi daim güclü döyünəcək. Qədim Yunan allahları kimi o da əbədi güclü, çevik və həyatsevər olacaq. Onun portretinin dəyişməyinin nə əhəmiyyəti var axı? Onun özünə ki, heç nə olmayacaq. O daim cavan qalacaq. Bu daha vacib deyilmi? Daryan ekranı əvvəlki yerinə çəkərək portretin üzünü örtdü, gülümsədi. Sonra yataq otağına getdi. Xidmətçi burada müntəzir durmuşdu. 1 saatdan sonra o artıq operada idi və Lord Henry arxadan onun oturduğu kresloya dirsəklənmişdi. Dəyərli izləyicilər, romanın növbəti hissələrini dinləmək istəyirsinizsə kanalımı izləyin, abunə olmağı yaddan çıxarmayın.